Biz artıq çalışırıq bu günləri Kərbəlada baş verən hadisələri təhlil edək. Dini təbliğ etmək ayrı bir mövzudur. Dində mütəxəssis olmaq tamamilə ayrı bir mövzudur. Və Kufə şəhərindən dəfələrlə Həzrət İmam Hüseyn əleyhissalama məktublar gəlirdi. Gəl Kufə şəhərinə, gəl bizə yol göstər, gəl bizim yanımızda ol. Amma bunun müqabilində çağırışlar gələrkən Həzrət İmam Hüseyn əleyhissalama kömək etmədilər və onu meydanda tək qoydular. Və bu məsələləri aydınlaşdırmaq üçün mütləq Kərbəlada və eyni zamanda Kufədə baş vermiş proseslərdən məlumatlı olmaq lazım idi. Görəsən Kufə şəhərində vəziyyət necə idi? Görəsən insanların durumu necə idi? Görəsən Kufədə yaşayan insanların Əhl-i-Beytə münasibəti necə idi? Cavab budur ki, Kufədə olan insanların Əhl-i-Beytə münasibəti mənfi idi. Və o dövrdə Həzrəti İmam Əli tərəfdarları o qədər də çox deyildi. Və Kufədə vəziyyət tamamilə acınacaqlı idi. Həzrəti İmam Əli Nəhcül Bəlağədə özü qeyd edir. Mən sizi danlamaqdan yoruldum. Mən sizi çağırdım, amma siz mənim dəvətimi qəbul etmədiniz. Siz qəflətdə oldunuz. Əgər belə bir formada davam edərsə, Həzrəti İmam Əli buyurdu ki, artıq mənim sizə güvənim qalmayacaq. Kufəlilər Həzrəti İmam Əlini və İmam Həsəni meydanda tək qoydular. Əl-Kufə la yufə. Kufə heç vaxt vəfa etməz. Hətta oranın insanları belə vəfasızdılar. Eyni zamanda Yezid ibn Muaviyyə Übeydullah ibn Ziyadı Kufə şəhərinə vali təyin edəndən sonra orada vəziyyət tamamilə dəyişdi. Yəni insanların düşüncələri dəyişdi, insanların baxışları dəyişdi. Hətta Həzrəti İmam Əliyə məhəbbəti olan insanlara belə əzab-əziyyət yetirirdilər. Kimin Əhl-i-Beytə məhəbbəti var idisə, ona ayrılan məvacib kəsilirdi. Kim Həzrəti İmam Əlinin adını çəkirdisə, o əzab-əziyyətlərə, işgəncələrə məruz qalırdı. Hətta məscidlərdə xütbələr olunan zaman Həzrəti İmam Əliyə lənətlər oxunulurdu. Yəni belə bir dövrdə Həzrət İmam Hüseyn əleyhissalama köməyin olunması qeyri-mümkün idi və eyni zamanda onlar Həzrət İmam Əlini və İmam Həsəni meydanda tək qoydular. Ona görə də Həzrət İmam Hüseyn əleyhissalama köməyin olunması ağlabatan bir məsələ deyildi.